gün mənim üçün çox xüsusi bir gündür. Qızım artıq 10 aylıq oldu. Zaman o qədər sürətli keçir ki, bəzən dayanıram və düşünürəm. Hələ dünən qucağımda balaca körpə idi. İndi isə artıq uzun müddət qucağımızda saxlaya bilmirik. Gəzmək istəyir. Baxışları və gülüşü dəyişib. Nazı da bir xeyli artıb. Bu 10 aylıq sevginin içində 3 aylıq bir ayrılıq müddəti olacaq. Yoldaşım yenidən yollanır gəmiyə və bildiyiniz üzrə gəmidə minimum 3 ay müddətində qalıb daha sonra düşə bilir. Və yüksək ehtimalla yoldaşım Novruz bayramında burada olmayacaq, gəmidə olacaq. O səbəbdən istədim ki, həm qızımın 10 ayını qeyd eləyək, həm də eyni zamanda Novruz bayramını qeyd edək. Gördüyünüz bütün dekorları özüm hazırlamışam. Bu səbəti isə qaynanam öz əlləri ilə hazırlayıb gətirmişdi. Hətta təbii güllərdən istifadə edib kənar hissələri bəzəmişdim. Novruz atributlarından olan badamburanı da anam sifariş etmişdi və Şəlalə xala hazırlamışdı. Burada görürsüz, qeyd olunub Şəlalə xalanın Instagram səhifəsi və nömrəsi. Siz də dallı şirniyyatları buradan sifariş edə bilərsiniz. Sifarişlə hətta çərəz yığımlarda edir. Və biz qərara gəldik ki, bu yığıncağı ailə içində kiçik bir məclis formasında qeyd eləyək. Yəni çox geniş bir yığıncaq olmamışdı. Yəni ailə olaraq bir masa ətrafında yığışmaq, sadəcə isti bir ortam. Bu arada bayram bayrama qarşı bizdə qohum əqrabaların bəziləri oruc tutur. Ona görə də biz iftar vaxtına saldıq bu qonaqlığı. Növbəti kadrlarda isə sizə öz əllərimlə hazırladığım xonçaları, paylama konfetləri göstərmək istəyirəm. Bilmirəm niyə, amma belə xoş günlərdə istəyirəm ki, hər şeyi bacardığım qədər öz əllərimlə eləyim. Yemək qismini həmişə anam eləyir, çünki evin xanımı odur və əlindən ən yaxşı yeməklər çıxan da odur. Novruz mənim üçün hər zaman bolluğun, bərəkətin və yenilənməyin rəmzi olur. Bu xonçaları hazırlayanda bir şeyi düşündüm. Qızımız böyüyəcək, zaman keçəcək, amma xatirələr qalacaq. Sabah İnci böyüyəcək və o bu videolara baxacaq. Deyəcək ki, anam və nənələrim bu detalları sevə-sevə hazırlayır. Ana olmaq sadəcə uşağa baxmaq deyil, onun üçün xoş xatirələr yaratmaqdır. Yumurtaları və yumurta üçün boyaları yoldaşıma tapşırmışdım və istədiyim kimi alıb gətirmişdi. Və bu padnosu silib təmizlədim. Yavaş-yavaş üzərinə çərəzləri, qızıl gül qurusunu, hibiskusu və orta hissəyə də çay yerləşdirdim. Əslində buradakı məhsulların böyük əksəriyyətini yoldaşım üçün almışdım. 14 fevralda ona sürpriz eləyəcəkdim. Amma heç cürə çatdıra bilmədim və qərara gəldim ki, gəmiyə yollananda bu çərəzləri elə ona verərəm, orada çayla içər. Və işin ən əyləncəli qismi bu yumurta boyama işidir məncə. İndi görəcəksiniz bir-bir hamısını boyuruq, amma mən əlcəkləri hər dəfə boyanda dəyişmə məcburiyyətində qaldım. Çünki hər yumurtadan sadəcə bir ədəd istifadə edirəm. Məsələn, bənövşə rəngi bir yumurta, mavi rəngi bir yumurta. Əgər 3-4 dənə yumurta işlətsəm, çox da dəyişməyə ehtiyac qalmayacaqdı. Və boyandan sonra üstünü gördüyünüz kimi müxtəlif cür daşqaşlarla, qızıl güllərlə bəzəyəcəm. İnşallah gələn il bu vaxt qızımla birlikdə yumurta boyuyub bəzəyərik. Mənim ən sevdiyim bayramlardan biri Novruz bayramıdır. Hətta deyərdim ki, yeni ildən daha çox sevirəm bu bayramı. Çünki bizim milli adət-ənənələrimizə uyğun şirniyyatlar hazırlanır, yumurtalar boyanır, ev təmizlənir. Məsələn, buna bizdə bahar təmizliyi deyilir. Həm də Novruz bayramı ilə əlaqədar qəşəng, qeyri-adi, fərqli xonçalar yığılır. Amma yeni ildə bu xonçalar məhdud sayda olur. Amma Novruz bayramında istənilən qədər fantaziyada fərqli xonçalar yığıb hazırlaya bilərsiniz. Əslində bugün burada sizə bunları göstərmək istədim ki, fərqli çeşiddə siz də hazırlayıb apara bilərsiniz. Məsələn, mənim qaynanam belə bir meyvə xonçası hazırlayıb gətirmişdi təbii güllərlə. İnci xanım isə yatmışdı və oyanandan sonra gətirdik, üstünü dəyişdik. Əynindəki bu paltarı elə həmin gün Aysel nənəsi alıb gətirmişdi. Əslində başında bantiki də var idi, amma çıxartmışdı. Və sıra gəldi əsas məsələ aşa. Aş qazanı çevriləndən sonra bir-bir xalam burada gəlir köməyə və toyuqları ayrı qaba yığırlar, aşları da ayrı qaba. Anam sağ olsun İncinin bütün aylarında, yəni hamısında plov hazırlayır. Yəni fərqi yoxdur. Çox adam gəldi, az adam gəldi. Həmişə hazırlayır. Həm də iş qadındır deyə öncədən bir çox məhsul hazırlayıb evdə stok şəklində qoymaq ona sərf eləyir. Kimin ürəyi nə yemək istəsə həmin gün istədiyi yeməyi götürür, ayrıca qızdırır qabda və yeyir. Sıra gəldi İnci xanımı yedizdirməyə. Anam burada onun oyuncaqlarla başını qatır. Daha sonra da yedizdirməyə çalışdı. Düzdür, düyünü çox bəyənir və çox da yedi.
Amma arada belə fikri qarşı olur və oyuncaqlara meyil salır və nəhayət başladı iştahla, həvəslə yeməyə. Görürsünüz də sanki özünü alqışlayır. Bir tərəfdən oynayır ki, sevinir ki, nə yaxşı ki, mənə qəşəng aş verdilər. Onu da qeyd etmək istəyirəm ki, İnci artıq hər şeyi bilir. Demək olar hər şeyin dadını bilir. Sadəcə hələ ki mal əti vermirik. O da çox yaxın günlərdə yavaş-yavaş dadızdırıb, öyrədib verməyi düşünürük. Artıq səhərlər təkcə kaşa deyil, eyni zamanda yumurtanın sarısını da verirəm. Xüsusən də peçenya ilə qatıb verirəm. Çox dadlı olur. İştahla yeyir və günorta vaxtı isə əsasən toyuqlu, tərvəzli və mannalı şorba verirəm. Əgər yenə də doymasa, o zaman məcburən Kabritanın quru süd qarışığından 150 ml verirəm, yəni simesdən. Amma daha çox son vaxtlar fikir verirəm ki, doyur. Yəni əlavə olaraq südə ehtiyac qalmır, ancaq gecələr süd verirəm. Bir də axşam yatmamışdan öncə əgər gec saatlarda yatsa, ac olmasın deyə verirəm südü. Bu arada gecə saatlarda ağır yeməklər vermirəm qətiyyən. Çünki qaz problemləri, həzm problemləri yarada bilir. İnci normalda gecələr 3 dəfə oyanardı, amma yavaş-yavaş bu 2-yə indi. Yəni ancaq 2 dəfə oyanırdı və son 2 həftədir sadəcə 1 dəfə oyanır. İkinci dəfə heç oyanmır. Yəni xatırlamıram ki, ikinci dəfə oyansın. Artıq yavaş-yavaş yuxusu normaya düşür. Bunu da qeyd etmək istəyirəm ki, buradakı bu ballı tortu xalam Aynur xala almışdı. Vivo'nun demək olar bütün tortlarını yoxlamış biri olaraqdan demək istəyirəm ki, Vivo'da ən bəyəndiyim tortlardan birinci sırada hal-hazırda bu ballı tortdur. Əsas da mənim nənəmin ən sevdiyi tort ballı tortdur. Həm də nisbətən yüngül olur digərlərinə nəzərən və hər kəsin xoşuna gəldi. Oradan da fikir verdim. Ümumiyyətlə, yəni bu vaxta kimi yediyim ən qəşəng ballı tort idi mənə görə və artıq bundan sonra ballı tort istəyəndə mütləq oradan sifariş eləyəcəm. Qiymət çox uyğun idi həqiqətən. Nəfər sayına görə qiyməti çox uyğun idi. Və burada da o gözəl tortumuzu kəsdik. Qızımın 10 ayını qeyd elədik və tortu həmişəki kimi yenə mən üfürdüm. Və hər dəfə qızımın aylıq tortlarını kəsəndə içimdən sadəcə bu keçir ki, ilahi vaxt nə qədər tez keçir, uşaq nə tez böyüyür. Bu dəfə tortu kəsəndə həm də yoldaşımın gedəcəyi ağlıma gəldi. Hər nə qədər bildirməsəm, birözə verdirməsəm də insanın içində nə qədər olmasa da biraz qəribə olur. Çünki artıq o gedəcək və qızımla tamamilə baş-başa qalacağam və evdə də əsasən mən, nənəm və qızım olur. Nənəm də bəzi çətin anlarda bacardığı qədər yanımızda olur, kömək eləyir. Bəzən uşağın başını qatır, mən hər hansı bir işlə məşğul oluram ya da sifariş gəlir, ona çatdırmalıyam. Tez nənəm əl atır, uşaqla maraqlanır. Yəni bu tip hallarda doğrudan da köməyə çatdır. Yəni evdə kiminsə olmağı ümumiyyətlə doğrudan da möhtəşəm bir şeydir əgər uşaqlı ailədirsə. Bu arada əynimdə geyindiyim bu platiyanda mən 3 il bundan öncə yoldaşım gil bayramlıq gətirmişdi. Xonçalarla birlikdə Novruz bayramına gəlmişdilər və onu da geyinmişdim. 3 il sonra yenidən qızımın 10 ayında geyindim. Çox bambaşqa bir hiss idi. Və xonçaların içində həm yumurtadan şamlar var idi, həm də belə əsl yumurtalar var idi ki, biz onları döyüşdürə bilək. Hətta yadımdadır ki, Pərvanə bibi bizə Quba paxlavası gətirmişdi xonçaların içində. Bu arada onu da qeyd etmək istəyirəm ki, bu qonaqlıqdan bir gün öncə yoldaşım məni gəlib praktikadan evə aparırdı və biz yolda söhbət edirdik. Söhbət zamanı o qeyd etdi ki, sənə adi padnosda həm səməni, həm yumurta, həm şirniyyatlar, həm də çərəzlər qarışıq bir xonça hazırlamışıq və onu gətirəcəyik. Əlavə olaraq ayrı-ayrı xonçalar ya da bəzəkli, güllü, çiçəkli xonçalar olmayacaq. Açıq mən biraz pis oldum. Özümdə bəlli etməsəm də, içimdə biraz alındım, nə yalan deyim. Çünki mənə görə xanıma gətirilən xonçalar bir növ ona verilən dəyərin göstərgəsidir. Bu arada xatırlayıram ki, şirniyyatlar da Şəlalə xala hazırlanmışdı. Əlavə olaraq orada tortu da Ülkər almışdı. Hamısı bir-bir yadımdadır, xatırlayıram. Yəni ki, əl birliyi ilə hamı yığışır. Həm çərəzləri yerləşdirmək ayrı bir işdir, həm meyvələri, həm şirniyyatları. Burada da görürsüz mənə qəşəng nərgiz gülləri gəlib. Bunları qaynanam öz həyətindən toplayıb gətirir. Onlar da belə xüsusi növdür bu nərgiz gülü. Yəni ki, yoldaşım mənə çox gözəl bir sürpriz eləyib gördüyünüz üzrə rəngarəng yumurtalar, istədiyim şokoladlar, daha sonra belə qəşəng şirniyyatlar, əlavə olaraq tort, bir-bir çərəzləri alıb, bir-bir meyvələri seçib almışdı. Yəni bunların hər biri böyük bir əməkdir. Bu arada səmən də dəhşət böyük idi, yadımdadır ki. Həmin zamanlar yadımdadır ki, əməyi keçən hər kəsə təşəkkür eləmişdim və indi də əməyi keçən hər kəsə təşəkkür eləyirəm. Özüm də xonça işi ilə məşğul olduğum üçün bilirəm ki, bu doğrudan da asan bir iş deyil. Baxın, burada da Quba paxlavasını görürsüz. Bu arada tatlıdan da ayrıca xüsusi şirniyyatlar
şirniyyatlar almışdı. Mən sevdiyim şirniyyatlardan. Əgər videonu sona qədər izlədinsə, öncəliklə sənə təşəkkür edirəm və qeyd etmək istəyirəm ki, kanalıma abunə olub mənə dəstək ola bilərsən. Ən böyük dəstək isə bu videoya like qoymaq və şərh yazmaqla edə bilərsən. Hər birinizə xoş izləmələr.